səs verdiniz içəridə? Prezidentə. Amma prezident seçkiləri deyil, axı bu referendum. Referendum kimi deyiblər ona? Sizə kimi demişdilər? İlham Əliyev. Məncə iştirak elədiniz. Bəli. Aha, nəyə səs verdiniz? Hansı maddələrə? Əliyevə. Bəs necə səs verdiniz? Açıqsız tapa bilmədim ki, hardadır İlhamın adı. Üstünə yazdım karandaşla. Ay İlham, sənə mən qurban olum. Sənə mən səs verirəm. Prezidentimiz çox yaxşı şəraitlər yaradıb, yaxşıdır. Gözəl binalarımız, şəhərimiz genişlənir, qəşəngdir. Məsələn, sizin üçün nə şərait yaradıb? Mən üçün hər şəraitlərə mən işləyirəm. Nə işləyirsiniz? Sürücü işləyirəm mən. Əmək haqlarınız nə qədərdir? Əmək haqqım mənim 70 manat. İndi deyirsiniz bir də səs verəcəksiniz. Hə. Bir də verərik 5 də, kim istəsə verərik. Kimlərə səs verdiyinizi bilirsiniz? Səs əlbəttə ki, bir nəfərə verilir də, yəqin. 2 nəfərə verilmir ki, səs bir nəfərə verilir. Kimə səs verəcəksiniz? İlham Əliyev. Yox, ara o prezidentdir ara. Seçkisi bir dənət də bizim rəhbərimizdir, bizim nətəri böyüyümüzdür, bizim böyüyümüz İlham Əliyevdir. Ondan sonra bunlar da gedirlər. Onlara mən səs verdim, necə lazımdır, necə lazım səs vermişim. Getmədim seçkilərə. Xoşum gəlmir, nə bilim belə seçkilərdən. Niyə xoşunuz gəlmir? Siz yaxşı seçimlər axı. Bir nəfərə vurdu. Bir də orada nətər bir nəfər. Adı nə idi? Adım valla yaxşı belə əlifba ləhcəsi oxuya bilmirəm. Amma elə nətər deyirlər, yaxşı belə yaxşı insandır, yaxşı adamdır.